Azərbaycanın 44 günlük müharibədəki tarixi qələbəsindən sonra İranın açıq-aşkar ermənipərəst mövqe nümayiş etdirməsi, Ermənistanın ərazi bütövlüyünü özünün qırmızı xətti olaraq bəyan etməsi, həmçinin rəsmi Bakının İsrail ilə sıx əlaqələrinə qısqanc yanaşması səbəbindən son illər İranla münasibətlərdə durğunluq, zaman-zaman isə gərginlik hiss olunurdu. Xüsusilə 2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı səfirliyin bir nəfər əməkdaşının həlak olması və rəsmi Bakının bu hadisəni terror aktı kimi qiymətləndirməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olmuşdu. Rəsmi Tehran həmin hadisəni şəxsi motivlərlə izah etmişdi. Bu yaşananların fonunda Məsud Pezeşkiyanın böyük heyətlə 28 aprel 2025-ci il tarixində Bakıya reallaşan səfəri və verdiyi barışıq mesajları strateji əhəmiyyət daşıyır. Bakıda Azərbaycan və İran prezidentləri arasında məhdud və geniş tərkibli görüş keçirildi. Prezidentlər birgə bəyanat imzaladılar. Daha sonra onların iştirakı ilə iki ölkə arasında bir sıra sahələrə dair sənədlərin imzalanması mərasimi baş tutdu. Görüşdən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev Azərbaycan və İran arasında qarşılıqlı mədəniyyət günləri keçiriləcəyini söyləyərək, iki xalq arasında qonşuluq və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. İran prezidenti isə çıxışında qeyd etdi ki, iki ölkə problemlərini birlikdə, danışıq yolu ilə həll edə bilər. Pezeşkiyanın yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyini deməsi münasibətlərin normallaşacağı istiqamətində Tehranın uyğun addımlar atacağından xəbər verir. İran prezidentinin çıxışında digər diqqət çəkən məqam Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərində hüquqlarını tanıyırıq deməsi oldu. Xüsusi vurğulanmalıdır ki, indiyə qədər heç bir İran siyasətçisi, lideri Azərbaycanın dövlət suverenliyinin bərpası ilə bağlı belə cəsarətli mövqe sərgiləməyib. Səfər çərçivəsində baş tutan əlamətdar hadisələrdən biri də Azərbaycan-İran biznes forumunun keçirilməsi, dövlət başçılarının forumda iştirakı və çıxışı oldu. Məsud Pezeşkiyan Azərbaycan-İran biznes forumunda bildirdi ki, ölkələrimiz sülh, təhlükəsizlik və rifah dolu bir region yaratmaq gücündədir. Həmçinin İran və Azərbaycan şərqi qərbə, şimalı cənuba birləşdirən dörd yol ola bilər. Bütün bunlar göstərir ki, əlaqələrimizin inkişafı üçün geniş potensial mövcuddur. Prezident İlham Əliyev keçirilən birgə mətbuat konfransında vurğuladı ki, hər iki tərəf əlaqələrin inkişafına çalışmalıdır və çalışır. İmzalanan sənədlər də onu göstərir ki, ölkə rəhbərlikləri bütün istiqamətlər üzrə bir-birinə daha yaxın olmağa çalışır. İran prezidentinin ölkəmizə səfəri, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşılıqlı əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək və regional baxımdan mühüm dəyişikliklərlə yadda qalacaq.